Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Yeni Sabah AS xəbər verir ki, bu barədə Kaliber AZ məlumat yayıb. Nəşr yazır ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir. Belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel-13 iyun tarixlərində keçiriləcək. Diqqət edin, hərbi vəzifəlilərin təlim toplanışı standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyərək, rekord müddətdə 10 həftə davam edəcək. Üstəlik, Caliber AZ-ın redaksiyasına mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Toplanan faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir. Daha əvvəl xəbər vermişdik ki, Ermənistan hərbi planlamasında Blitzkrieg şərti sərhəddə əhalinin məskunlaşdığı ərazilərin ildırım sürəti ilə işğalı konsepsiyası nəzərdən keçirilir. Son aylar Ermənistanın hərbi avanturaya hazırlığına dair sübutları xüsusilə aydın müşahidə olunur. Eskalasiyada xüsusi rolu Avropa İttifaqının özünü müşahidəçi missiyası kimi təqdim edən qurumu oynayır. Lakin onun hərəkətləri başqa məqamlardan xəbər verir. Sərhəd boyu xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işləri intensivləşdirilib. Avropalı müşahidəçilər qrupu sistemli şəkildə ərazini tədqiq edir, həssas mövqeləri müəyyənləşdirir və Azərbaycan qoşunlarının dislokasiyasını təhlil edir. Missiya monitorinq adı altında faktiki olaraq Ermənistan hərbi komandanlığına məlumatların ötürülməsi üzrə tapşırıqları yerinə yetirir ki, bu da neytrallıq prinsiplərini birbaşa pozur. Bu cür aktivlik Ermənistanın hərbiləşdirilməsinin digər narahat edici əlamətləri ilə üst-üstə düşür. Təcavüzə hazırlığın ən bariz əlamətlərindən biri Azərbaycanla şərti sərhəddə 10 möhkəmləndirilmiş hərbi mövqenin tikilməsidir. Bu obyektlər öz quruluşuna və yerləşdiyi yerə görə müdafiə üçün nəzərdə tutulmayıb, hücum üçün rahat tramplin rolunu oynayır. Onların dislokasiyası ilə diqqətlə planlaşdırılıb ki, strateji əhəmiyyətli ərazilər üzərində atəş nəzarəti təmin edilsin, sərhədyanı ərazilərin təhlükəsizliyinə təhdid yaransın. Eyni zamanda bütün mövqelər tunellər sistemi ilə bir-birinə birləşib və erməni diversantların Azərbaycana qarşı təxribat törətməsi üçün nəzərdə tutulub. Ermənistan zoraki təxribata məqsədyönlü hazırlıq aparır, yeni reallıq yaratmağa can atır, sonra isə bunu artıq baş vermiş hadisə kimi təqdim etməyə çalışacaq. Məqsəd ondan ibarətdir ki, sərhəddə vəziyyətin sürətlə dəyişməsi Azərbaycanı yeni fakt qarşısında qoysun, Bakını işğalın özünə deyil, onun nəticələrinə reaksiya verməyə məcbur etsin. Həmçinin maliyyə tranşlarının ayrılması, o cümlədən Avropa Sülh Fondu vasitəsilə maliyyə tranşlarının ayrılması vasitəsilə də öz rolunu oynayır ki, bunlar birbaşa və ya dolayı yolla militarizasiyaya sərf olunur. Bu, Ermənistanın elan etdiyi müdafiə strategiyasına heç bir şəkildə uyğun gəlməyən misli görünməmiş silahlanma miqyasıdır. Hər şey təcavüzə hazırlıqdan xəbər verir. Ermənistan hərbi infrastrukturunun digər mühüm elementi də Lori bölgəsində yerləşən Harkop kəndindəki körpüdür ki, Yunanistan tərəfinin fəal dəstəyi ilə quraşdırılması başa çatır. Bu, qoşunların və texnikanın tez zamanda döyüş bölgəsinə köçürülməsinə imkan verəcək mühüm logistika obyektidir. Beləliklə, qısa müddət ərzində sərhəddə qüvvələrin kəskin şəkildə yığılmasına şərait yaradılır ki, bu da qəfil hücum ssenarisində kritikdir. Bütün sadalanan faktlar münaqişənin yenidən eskalasiyasına yönəlmiş vahid strateji plandan xəbər verir. Bu vəziyyətdə hərbi əməliyyatların mümkün bərpası ilə bağlı bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşəcək. Azərbaycan dinc dialoqa hazır olduğunu dəfələrlə nümayiş etdirib, lakin zoraki ssenarinin tətbiq edilməsinə istənilən cəhdlərin qarşısı alınacaq. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir. Ermənistan rəhbərliyi yeni hərbi təxribata stavka edir, lakin onun hesablamaları Ermənistanın özü üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Dəmir yumruq yerindədir və ölkəmizə qarşı yönəlmiş istənilən avanturaya sərt və ildırım sürəti ilə cavab veriləcək və bundan sonra İrəvan yenidən bağışlanması üçün yalvaracaq. Ermənistanın hərbi siyasi rəhbərliyinin ağlını başına yığması üçün hələ vaxtı var. Əks təqdirdə İrəvanda yerləşən bütün tikinti texnikası Yerablur-A yönləndiriləcək. Nə üçün? Kargo 200 ilə yeni karvanlar üçün ərazinin genişləndirilməsinə.